Blok 2025 53-cü test. 1923-1938-ci illər arasındakı dövrə aid ifadələri müəyyən edin. 1. Daos planı bu 1924-cü ildə olmuşdu. Almaniyaya yardımla bağlı Amerikanın planı idi. 2. Etatizm siyasəti, bu da Atatürk'ün dövründə baş vermiş siyasət idi. Atatürk'ün hakimiyyəti dövründə həyata keçirilmişdi. 1923-cü ildən 38-ci ilə qədər bilirik ki, o hakimiyyətdə qalmışdı. Qərbə müharibə, bu 2-ci Dünya müharibəsinə aid olan bir hadisə idi. Belə ki, 1939-cu ilin sentyabrında İngiltərə və Fransa Almaniyaya müharibə elan etsə də, hərbi əməliyyatlara qoşulmamış 1940-ın mayına qədər. Ona görə bu dövr qərbə müharibə dövrü adlanır. Varşava müqaviləsi təşkilatı isə qarşılıqlı iqtisadi yardım şurası kimi Sovet meyilli ölkələrin yaratdığı hərbi bir təşkilat idi. Məsələn, QİŞ iqtisadi təşkilatı idisə, Varşava müqaviləsi təşkilatı hərbi təşkilatı 1955-ci ildə yaradılmışdı. ABŞ-da yeni xətt siyasəti isə Franklin Delano Roosevelt'in dövründə Amerikanı deməli böhrandan çıxartmaq üçün irəli sürülmüş siyasət idi ki, o da 20-ci əsrin 30-cu illərinə aid olan siyasətdir. Ona görə o da bizə uyğundur. Deməli 1, 2 və 5 olacaq düz cavab.